Stolcu kompüterlərin ana platasıdır. Bu da onun ramıdır. Ramın yerləşdirilməsi üçün 4 ədəd slot var. 4 ədəd slot var. O deməkdir ki, biz 4 ədəd RAM quraşdırıb əməliyyatdaşı daha da artıra bilərik. Deməli, bunu yatağa quraşdırmazdan əvvəl birincisi, bu RAM bu slota uyğun gəlməlidir. Əgər DDR2-dirsə, DDR2 yataq olmalıdır. Daha doğrusu, bizdə ana platada yataq neçədirsə, ona uyğun RAM əldə eləməliyik. Bu kənardakı çıxıntıları açırıq və bu ara kəsməyə diqqət edirik. Əgər düz gəlməsə, tərsinə keçirmiş olsaq, yaxud da ramın tipi fərqli olsa, bunu bura keçirmək mümkün olmayacaq. Buradakı ara kəsmə imkan verməyəcək. Və sağından və solundan üstündən basırıb, özü kənardakı qoruyucu hissələri bağlayır. Artıq bunu buradan çıxarmaq mümkün deyil. Çıxarmaq istəsək, bu kənardakı ağ qoruyucu hissələri sağa sola çəkirik, ramı özü çıxarır. Bunu indi sistem blokunda ana plata vertikal yerləşir və bunu üzərində harda dəyişmək lazımdır, onu da göstərək. Ana plata bu vəziyyətdə yerləşir sistem blokunun içərisində. Ramı hal-hazırda 2 ədəd RAM quraşdırılıb. Ramı necə dəyişirik, onu göstərim. İşimizi asan eləmək üçün sistem blokunu çeviririk yan üstə və burada quraşdırılan ramları görürük. Ramları buradan çıxarmaq üçün bu ağ hissələri bayaq göstərdiyimiz kimi kənara çəkirik və ramı buradan götürürük. Təkrar gətirib quraşdırmaq üçün yerləşdiririk, üzərindən basırıq və əgər ağ hissələr tam oturmayıbsa yerinə, əlimizlə onlarda sıxırıq ki, ramı möhkəm saxlasın.